Bugünkü mövzumuz ümumi təsir qrupu ilə relyefdir. Materiklərin relyefinə qədər sual-cavab eləyəcəyik inşallah. Başlayırıq. Deməli, relyef yer səthinin nahamarlıqları cəminə deyilir. Relyef hansı elm öyrənir? Relyefə hansı elm öyrənir? Bəli, relyefi geomorfologiya elmi öyrənir. Relyefin yaranmasında iki qüvvə iştirak edir. Daxili və xarici qüvvələr. Daxili qüvvələr necə qüvvələr adlanır? Adı. Bəli. Daxili qüvvələr endogen qüvvələr adlanır. Bəs xarici qüvvələr necə adlanır? Bəli, xarici qüvvələr egzogen qüvvələr adlanır. Endogen qüvvələrin təsirindən yaranan relyef formalarına nə deyəcək? Egzogen qüvvələrin təsirindən yaranan relyef formalarına deyəcək morfostrukturlar. Morfostruktur. Egzogen qüvvələrdənsə yarananlar adlanacaq morfoskulptur. Yadda saxlayın. Deməli, endogen qüvvələrdən yarananlar olur morfostruktur, endogendən. Egzogen qüvvələrdən yarananlar olur morfoskulptur. Yaxşı. Vulkan morfostrukturdur, yoxsa morfoskulpturdur? Bəli, vulkan morfostruktur. Çünki endogen qüvvələrin təsirindən yaranır. Relyef formaları ölçülərinə görə 5 qrupa bölünür. Planetar, mega, makro, mezo, mikro. Düzdür? Yaxşı, mənə deyin görək. Yan silsilə, qovdaq, niyaldaq hansına aiddir? Tamamilə doğrudur. Makroya aiddir. Ümumiyyətlə, egzogen qüvvələrin təsirindən burada ölçülərinə görə hansı relyef formaları yaranır? Planetar, mega, makro, mezo, mikro. Bir mesajda. Mezo və mikro relyef formaları yaranır. Tamamilə doğrudur. Yaxşı, mənə deyin görək, Alp-Himalay dağ sistemi hansı relyef formasına aiddir? Alp-Himalay dağ sistemi hansı relyef formasına aiddir? Alp-Himalay dağ sistemi, Ant-Kordilyer dağ sistemi, böyük kütlə mega yazıb. Xeyr, planetara aiddir. Planetara. Niyə qarışdırırsınız ki? Həmin o dağ sistemində olan Qafqaz dağları, Himalay dağları, Alp dağları, bunlar hansına aiddir? Megaya aiddir. Tamamilə doğrudur. Qərbi Sibir ovalığı, Orta Sibir yaylası hansına aiddir? Böyük kütlədə fərqlilik var. Böyük kütlədə fərqlilik var. Qərbi Sibir ovalığı, Orta Sibir yaylası mega formadır. Mega. Aydın oldu? Mega formaya aiddir. Bəs Kaskıfı, Xırda Kaskıfı, kiçik yarğanlar, bunlar hansı relyef formasına aiddir? Kaskıfı, kiçik yarğanlar, təbii ki,
təbii ki, mikro relyef formasına aid olacaq. Aydın oldu. Dağın ən hündür nöqtəsi zirvə adlanır. Bəs şiş uclu zirvə necə adlanır? Dağın ən hündür nöqtəsi zirvə adlanır. Şiş uclu zirvə necə adlanır? Şiş uclu zirvə necə adlanır? Mən tez-tez buradan çıxıb gələn var deyə qəbul edirəm. Pik adlanır. Skandinaviya dağlarında pik formalaşa bilir. Skandinaviya dağlarında pik formalaşa bilir. Bəli, formalaşa bilmir. Niyə? Çünki qədim dağdır. Ona görə. Yaxşı, mənə deyin görək. Dağın ən alçaq nöqtəsi yamac adlanır. Düzdür? Zirvə ilə yamac arasındakı sahə necə adlanır? Ətək adlanır dağın ən hündür alçaq nöqtəsi. Ətək adlanır. Zirvə ilə ətək arasındakı sahə necə adlanır? Yamac adlanır. Tamamilə doğrudur. Kordilyer dağlarının yamacı meyillidir, yoxsa Sudet dağlarının yamacı meyillidir? Niyə? Çünki Kordilyer dağları cavandır. Yaxşı. Dağlar bir-birinin ardıcı uzanarsa bu sıra dağlardır. Sıra dağların keçid üçün əlverişli olan hissələr necə adlanır? Sıra dağların keçid üçün əlverişli olan hissələr necə adlanır? Sıra dağların keçid üçün əlverişli olan hissələri təbii ki, aşırım adlanır. Naxçıvanda hansı aşırım var? Və hansı dağlarda? Naxçıvanda hansı aşırım var və hansı dağlarda? Bəli, Biçənək aşırımı var. Zəngəzur dərələrində yox. Zəngəzurda. Hündürlüyü nə qədərdir? (2346) 3900 yox. 2346 metr. Yaxşı mı? Aha. Ural dağlarının ən hündür nöqtəsi nə qədərdir və hansıdır? Bir mesajda yazın. Da 1895 yazıb, sonra başqa şey yazmayın. Bir mesajda hündürlük və adı. Ural dağlarının ən hündür nöqtəsi hansıdır və hündürlüyü nə qədərdir? Bəli, yoldaşlar düzgün qeyd etdilər. Narodnayadır 1895 metr. Ural dağları hansı iki düzənliyin sərhəddi hesab olunur? Şərqi Avropa düzənliyi ilə Qərbi Sibir ovalığının sərhəddi hesab olunur. Yaxşı. Qırışıq faylı dağlar hansı dağlardır? Qırışıq faylı dağlar hansı dağlardır? Tianşan, Altay, Sayan dağları qırışıq faylı dağlardır. Yəni yenidən törəyən dağlar. Bu dağlar hansı erada yaranıbdır? Bu dağlar hansı erada yaranıbdır? Bəli, Paleozoy erasında yaranıblar.
Yaxşı. Kordilyer dağları ilə Appalaç dağlarının fərqli cəhətləri. Cavan qədimi bildik. Fərqlərin deyin, mən bəllisini deyəcəm, gördüksə. Oxuyub deyəcəm ki, biri bu. Kordilyer dağları ilə, məsələn, Kordilyeri Appalaçdan fərqləndirən cəhət. Kordilyeri Appalaçdan. Geosinknalda olması düzdür, hündür olması düzdür, meylliliğin çox olması düzdür, kaynazoyda yaranması düzdür, şiş uclu olması düzdür, silsilə yaratması düzdür. Kordilyerin qərbi təbii ki, kaynazoyda yaranıb, mərkəz və şərqi mezozoyda yaranıb. Andla olsun, andla Appalaçın fərqi. Okey. Meridian istiqamətindədir ikisi də Nigar xanım. Appalaç da, Kordilyer də. Məhz ona görə də orada tornado formalaşırdı. Yadınıza gəlirmi? Biz onu deyirdik ki, dağlar meridian istiqamətində olduğundan şimaldan daxil olan soyuq hava kütlələri Meksika körfəzinə qədər, cənubudan daxil olan isti hava kütlələri şimala qədər davam edir. Məhz orada qarşılaşmadan, turbulentdən məhz tornado formalaşırdı. Qədim denudasyon düzənliklərdə defilyasiya nəticəsində yaranan dağlar necə adlanırdı? Bəli, müəllimə, mis ehtiyatına görə. Mis ehtiyatı Ant dağları ilə fərq. Aha, Şahid dağlar. Şahid dağların üçün bir mesajda yazın. Hansı dağlardır Şahid dağlar? Bir mesajda qəbul edəcəm. Aha. Sonra Əhəqqərdir, Tibestidir, Darfurdur. Əhəqqər, Tibesti, Darfur, Şahid dağlardır. Denudasyon düzənliklərdə formalaşan Şahid dağlardır. Aydındır. Karakorum dağlarında ən hündür zirvə nə qədərdir? Və hündürlüyün adı? Karakorum dağlarında ən hündür zirvə Çogori zirvəsidir. Bəli. 8611 metr. Köhnə kommunizm piki indi hansı zirvənin adıdır? K2. Tamamilə doğrudur müəllimə. O Karakorumun söhbəti idi K2. Köhnə kommunizm piki indi hansı zirvə adlanır? Qarışdırmayın, səməni piki yox. Səməni piki adlanır. Ya şeydir o, qələbə pikidir. Qələbə piki. Nə qədər hündürlüyü? $7439 metr. Pamir'in Tacikistanda ən hündür zirvəsi Tian Shan'dadır, bəli. Qələbə piki Tian Shan'da. Kim deyir ki, biz Tian Shan demədik? Tian Shan söhbətini eşitmədik axı. Sual başqa idi müəllimə. Nə sual verdim, yadımdan çıxdı. Pamir'in Tacikistanda ən hündür zirvəsi. İsmail Səməni piki. Hündürlük? Hündürlük? 7495 metr. Yadda saxlayın. Pamir'in Çində ən hündür zirvəsi, Konqur zirvəsi 7719 metrdir. Yadda saxlayın. Yaxşı. Qafqazın ən hündür zirvəsi hündürlüyü nə qədərdir? Qafqazın ən hündür zirvəsi hündürlüyü nə qədərdir? Bəli, Aydın müəllim, düzgün yazmısınız. Elbrus zirvəsi 5642. Beluxa hansı dağlarda yerləşir?
Beluxa hansı dağda yerləşir? Beluxa Altay dağlarında yerləşir. Bəli, 4506. Yaxşı, mənə deyin görək. Bu dağ İspaniya ilə Fransanın sərhədində yerləşir. Söhbət hansı dağlardan gedir? Tamamilə doğrudur. Piriney dağlarından gedir. Qəşəng bir sual, hamı hazır olsun. Qəşəng bir sual gəlir, hamı hazır olsun. Deyin görək, 3 yarımkürədə yerləşən 3 dağ. 3 yarımkürədə yerləşən 3 dağ. Bir mesajda, xahiş edirəm, bir mesajda yazılanı qəbul edəcəm. Bir mesaj. Yadda saxlayın. 3 yarımkürədə yerləşən 3 dağ, biri Piriney dağlarıdır, biri Atlas dağlarıdır, biri də Andı dağlarıdır. Yaxşı. Alp dağları hansı işıqlanma qurşağında yerləşir? Bəli, mülayim işıqlanma qurşağında yerləşəcək. Gerlaxovskaya şist hansı dağların ən hündür zirvəsidir? Gerlaxovskaya şist hansı dağların ən hündür zirvəsidir? Bəli, söhbət Karpat dağlarından gedir. Hündürlükdə Aydın müəllimə Əhsən 2655 metr. Gülnar müəllimə Əhsən 2655 metr. Yaxşı, növbəti sualımız belə olsun. Hansı dağlarda fosforit yataqları var idi? Söhbət Atlas dağları, bəli, Mərakeş. Appalaçda yox. Appalaç yox. Appalaç daş kömür yatağı idi. ABŞ-la böyük daş kömür rayonu. Floridada var idi yarımada olaraq. Tamamilə doğrudur. Hansı dağlar mis yataqları? Və iki ölkənin adı bir mesajda. Çili və Peru tamamilə doğrudur. Tamamilə doğrudur. Yaxşı, 3 paytaxtı olan ölkədə yerləşən dağ. 3 paytaxtı olan ölkədə yerləşən dağlar. Üç paytaxtı olan ölkədə yerləşən dağlar. 3 paytaxtı var. Kap və Əjdaha dağlarından söhbət gedir. Cənubi Afrika Respublikasının ərazisində yerləşir. Yaxşı. Deyin görək. Belə bir sualla sizə müraciət eləyək, dəyərli həmkarlar. Belə, bir dəqiqə zəhmət olmasa. Transantarktida dağlarının ən hündür zirvəsi. Transantarktida dağlarının ən hündür zirvəsi. Bəli, Kübra xanım, 5140. Vinson massivi. Gəldik düzənliklərə. Deyin görək, Ölü dənizin
mütləq hündürlüyü çoxdur yoxsa ölüm dərəsinin? Diqqətli olun. Mənə dərinliyi yazmayın. Ölü dənizin mütləq hündürlüyü çoxdur yoxsa ölüm dərəsinin? Dəfələrlə relyefi keçəndə qrupda mən bu barədə söhbət eləmişəm. Ölü dənizin mütləq hündürlüyü çoxdur yoxsa ölüm dərəsinin? Yadda saxlayın. Ölü dənizin dərinliyi 430 metrdir. Səviyyəsi mənfi 430 metrdir. Amma ölüm dərəsi mənfi 86 metrdir. Deməli, mənfi 86 böyükdür, mənfi 430 böyükdür. Əlbəttə, mənfi 86 böyükdür. Ona görə də ölüm dərəsinin mütləq hündürlüyü ölü dənizdən çoxdur. Yadda saxlayın. Kiçik olan böyükdür, bir mənalı şəkildə. Yaxşı. Belə, deyin görək, turfan çökəkliyi hansı ölkənin arasında yerləşir? Turfan çökəkliyi hansı ölkənin arasında yerləşir? Rəqəmlərdə 1 metr o izə bu izənin fərqi yoxdur, narahatçılıq yoxdur. Turfan çökəkliyi ölkə olaraq Çində Muxtar Respublika kimi Sintizyan Uyğurda yerləşir. Turfan çökəkliyi, bəli, mənfi 155 metr. Bəs Karaciye harda yerləşir? Karaciye harda yerləşir? Karaciye Qazaxıstanda yerləşir. Tamamilə doğrudur. Bəs Afrikada olan iki çökəklik və hər çökəkliyin yerləşdiyi ölkəni bir mesajda xahiş edirəm. Yadda saxlayın. Assal gölü Cibutidə yerləşir. Katara çökəkliyi Misirdə yerləşir. Onda belə bir sual. Hansının mütləq hündürlüyü daha azdır? Assalın mütləq hündürlüyü azdır. Çünki Assal mənfi 157'dir, Katara mənfi 133'dür. Mütləq hündürlüyü azdır. Rəqəm az deyil. Mütləq hündürlüyü azdır. Rəqəm nə qədər mənfidə çox olursa, onun mütləq hündürlüyü daha az olur. Düzənliklər, ovalıqlar, yüksəkliklər, yaylalar hündürlüyünə görə, mənşəyinə görə də akkumulyativ dendasyon düzənliklər. Akkumulyativ düzənliklər, ovalıqlar, dendasyon düzənliklər, yüksəkliklər, yaylalar. Yaxşı, mənə deyin görək. Geosinklinalda yerləşən ovalıqlar bir mesajda. Geosinklinalda yerləşən ovalıqlar bir mesajda çoxdur. Dunaydan da daxil olun. Kübra xanım. Yox, Almaniya, Polşa yox. Almaniya, Polşa yox. Deməli, bax, Kür-Araz ovalığı, Padan ovalığı, Kolxida ovalığı, Orta Dunay, Aşağı Dunay. Meseta yayladı Məhbubə müəllimə. Yaxşımı? Azadə müəllimə həmçinin Anadolu, İran, bunlar hamısı yaylalardır. O zaman mən ovalıqları soruşuram sizdən. Amma geosinklinalda yerləşən yaylalar hansılardır? 3, 4, harca bir 10 dənə var. Bir mesajda yazanı işarə eləyəcəm. Bir mesajda yazanı. Görüm hələ. Çünki bunların düşmə ehtimalı çox böyükdür.
Mesopotamiya yazanlar var. Lamiyə müəllimə. Yox, Mesopotamiya yox. Bir mesajda dedim. Daha çox yazanları səhvsiz. Aha, qəşəng. Lənkəran o balıqdır, Padan o balıqdır, Qolxid o balıqdır. Lamiyə müəllimə, bəli, Boliviya, Qarabağ, Mesir, Azərbaycan, İran, Dekan, Böyükova. Bu tamam fərqli. Gülnar Paşayeva, bəli, Tibet, tamamilə doğrudur. Yaxşı. Deyin görək. Yaylanın səthi çox hamar olarsa nə adlanar? Plato. Tamamilə doğrudur. Yaxşı, Şərqi Avropa düzənliyində yerləşən yüksəkliklər. Bir mesajda. Yox, bir mesaj. Bir mesajda. Yenə işarə eləyəcəm. Bir mesajda, bir mesaj görmürəm hələ ki. Biri qalıb onu yazmırsınız. Dnepr boyu. Orta Rusiya boyu. Orta Rusiya, Volqa boyu, Valday, Dnepr boyu, Stavropol. Yaxşı. Yaxşı. Bəs Aldan və Anabar yüksəklikləri. Turqay platosu Xəzərin şərqindədir müəllimə. Aldan, Anabar. Bəli, Sibir regionunda yerləşir. Yaxşı, yaxşı. Gəldik buradan. Dağ çayı asan yüyülə bilən suxurları yuduqda nə yaranır? Bəli, kanyonvari dərələr yaranır. Amma bərk suxurlara rast gəldikcə nə yaranır? Bəli, V şəkilli dərələr. Dib və yan eroziyanın növbələşməsi zamanı nə yaranır? Dib və yan eroziyanın növbələşməsi zamanı pilləkən yaranır ki, biz buna terras deyirik. Terraslar neçə cür olur və hansılardır? Çox adam bunu yaza bilməyəcək məndə. Hansılardır? İki cür olur. Hansılardır? Bəli, akumulyativ, bir də denudasyon. Akumulyativ terraslar var, denudasyon terraslar var. Çay qarşısına çıxan maniyəni dəf edə bilmədikdə əyri-üyrü döngələr yaradır ki, bu nə adlanır? Meandrlar adlanır, tamamilə doğrudur. Bəs həmin o əyri-üyrü döngənin yaranmasına səbəb olan maniyə necə adlanır?
O maneə var, ha, çay ona gəlib çatır, ha, o necə adlanır? Yox. Görüm hələ. Çayın qarşısına çıxan o. Çay qarşısına çıxan o maneə var, ha, məcbur əyilir, ha, bu meandr deyirsə, əyri-üyüdündür. Bəli, söhbət astanadan gedir, yuyula bilməyən bərk çuxurlar, astanalardan gedir. Aydın oldu. Yeraltı sular asan yuyula bilən çuxurları yığdıqda nə yaranır? Aha, mağara, okey. Postoyon mağarası hansı ölkə? Sloveniya. Yeni Afon mağarası hansı ölkə? Gürcüstan. Tamamilə doğrudur. Yaxşı. Küləyin dağıdıcı fəaliyyəti deflyasiya adlanır, gördüyü iş eorelief formaları adlanır. Külək bir yamacdan tutduqda aypara şəklində olan təpələr necə adlanır? Söhbət Barxandan gedir, Barxan. Amma iki tərəfli tutanda bəli, duyundan gedir. Bir dənə sual. Barxanda külək tutan yamac var, külək tutmayan yamac var. Külək tutan yamac çox meyilli olur, az meyilli olur. Bəli, külək tutan yamac çox meyilli olur. Tamamilə doğrudur. Alluvial düzənliklər və proluvial düzənliklər. Proluvial düzənliklər necə yaranır? Coğrafi dildə adın yazılır. Bəli. Müvəqqəti axarlardan yaranır. Onda bir dənə belə bir sual. Azərbaycanda proluvial düzənliklərin formalaşmasına şərait yaranan ərazi hansıdır? Bir dənəsini yaz, söz bəs eləyir. Qobustan, Abşeron, Ceyrançöl, Acınohur, Naxçıvan ola bilər. Düzgündür, düzgündür. Sürüşmələri sizcə eninə şumlanma intensivləşdirər, yoxsa uzununa şumlanma intensivləşdirər, ha? Yadda saxlayın, eninə şumlanma heç vaxt intensivləşdirmir. Uzununa şumlayıb, onu da daha çox intensivləşdiririk. Tamam mı? Xorvatiyanın Adriatik dənizi sahillərində müşahidə olunan sahil forması. Bəli, söhbət Dalmasiya tipli sahillərdən gedir. Bəs Pirney yarımadası sahillərində müşahidə olunur. Bəli, söhbət Rias tipli sahillərdən gedir. Norveç sahillərində müşahidə olunur. Fjord tipli sahillər. Bəs Baltik dənizi sahillərində müşahidə olunur? Şxir tipli sahillər. Qliasiologiya elmi öyrənir nəyi? Buzlaqları.
Tamamilə doğrudur. Buzlaqların dağıdıcı fəaliyyəti adlanır. Ekzarasiya. Tamamilə doğrudur. Bir nəfər gəldi, qəbul eləyim. Buzlaqların dağıdıcı fəaliyyəti adlanır. Ekzarasiya. Bəs yaradıcı fəaliyyəti necə adlanır? Ya. Yaradı konkret olaraq. Bəli, söhbət buzlaq akkumulyasiyasından gedir. Buzlaq akkumulyasiyasından gedir. Çay, diqqət eləyin, diqqət. Çay dağdan düzənliyə çıxarkən gətirdiyi çöküntünü çöktürür. Bu necə adlanır? Diqqətli olun Kəminə müəllimə, dağdan düzənliyə çıxarkən gətirmə konusu. Yox, əgər aparıb mənsəfdə çöktürürsə, söhbət deltadan gedir. Gətirmə konusu, delta, moren. Bunları birləşdirən ümumi xüsusiyyət. Cavab akkumulyativ relyef formalarıdır, egzogen relyef formalarıdır, çökmə süxurlarının toplanmasından amma akkumulyativ çökmədən yaranır da. Buzlaq dağdan qopub dərəyə gəlir, dibə gəlir. O yaratdığı dərə necə adlanır? Bəli, söhbət Trok dərəsindən gedir. Trok dərəsinin dibində toplanan çöküntülər necə adlanır? Moren çöküntüləri adlanır. Söhbət moren çöküntüləri adlanır. Lomonosov, Mendeleyev, Heckel silsilələri hansı okeandadır? Söhbət sığmı, Şimal buzlu okeandan gedir. Sığmı, Şimal buzlu okean. Tamamilə doğrudur. Atlantik okeanla, daha doğrusu Cənubi Amerika ilə, daha doğrusu Şimali Amerika ilə Avrasiyanın ayrılması zamanı orada rift dərələri yarandı, düzdür? Rift dərələrinin üzərində su səthi qalın olur, yoxsa dərinovlar üzərində su səthi daha qalın olur? Söhbət nədən gedir? Təbii ki, novların üzərində. Çünki novlar daha dərin olur, su səthi daha qalın olur. Elə bir fanta qabına, 2 litrlik fanta qabına su tökürsünüz, bir də 1 litrlik fanta qabına su tökürsünüz. Hansını susuz? Suyu daha hündürdür. Əlbəttə 2 litrlik. İndi burada 2 litrlik fanta qabı olur nov, 1 litrlik fanta qabı olur rift dərəsi. Divergentdə rift dərəsi yaranırdı, dərin nov yaranırdı. Bəli, söhbət riftdən gedir. Yaxşı, rift dərəsində yoxsa dərin novda bazalt qatı olurdu? Diqqətli olun. Aygün müəllimə, heç birində nədir? Yəqin hər birində yazmaq istəyirsiniz. Hər ikisində, bəli, hər ikisində. Yəni, bazalt yer kürəsini tam əhatə edir. Tam əhatə edir. Bəs hansında qranit qat olur? Nətər heç birində? Novda olur da, yoldaşlar. Novda qranit qat olur, amma rift dərəsində olmur. Yadda saxlayın. Materik yamacında qranit qat olur, olmur.
Niyə anlamadınız müəllimə? Materik yamacında qranit qat olur, yoxsa olmur? Əlbəttə, Novda su qatı qalın olur da, su qalın olur. Günel müəllimə, mən də izah elədim də. Novda su qatı, dərin novda rift dərəsindən su qatı daha qalın olur. Plusdakı materik yamacında da qranit qatı olur. Şelfdə də, bax, mığlarda olur. Materik yamacında da olur. Materik ətəyində, dayazlığında da olur. Materik ətəyinin aşağı hissəsində yoxa çıxır qranit qat. Çünki materik tipli yer qabığı ilə okean tipli yer qabığında. Şəhlə müəllimə, Novda qranit qat niyə olmasın ki? Nov necə yaranırdı? Nov necə yaranırdı, yoldaşlar? Hə? Nov necə yaranırdı? Buyurun. Subduksiya başa düşdümü? Konkret izah eləyin. Subduksiya. Materik və okean tipli tavanın toqquşmasına niyə görə olmasın ki? Hə? Amma konkret olaraq litosfer tavalarının toqquşmasından materik və okean tipli. Materik vardırsa, siz okeana görə götürmüşsə, materikə görə niyə götürmürsünüz? Tavalarının toqquşmasıdır, mövcuddur. Yaxşı. Suallar buradan gəlir. Deyin görək, hansı sözün, bu okean dibinin relyefində hansı sözün mənası dipsiz deməkdir? Bəzən dipsiz adlanır. Dipsiz adlanır. Tamamilə doğrudur. Abissal sözünün mənası dipsiz deməkdir. Yaxşı, materik dayazlığı, materik yamacı, materik ətəyi, orta okean dağ silsilələri, dərin novlar, rift dərələri, nə bilim nə. Bunların hansı, materik dayazlığı, materik yamacı, materik ətəyi, hansında kanyonvari dərələrə rast gələ bilərik? Tamamilə doğrudur. Materik yamacında kanyonvari dərələrə rast gələ bilərik. Daha sonra burada nə qaldı? Hə, bir iki şey də soruşum, ondan sonra yekunlaşdırarıq. Mənə deyin görək, Braziliya yaylasında formalaşan relyef forması hansıdır? Yerli adla. Özdə mənim ən çox sevdiyim şəhərdə formalaşır. Hansı şəhər? Hansı şəhərə düşür? Rio de Janeiro şəhərinə düşür, bəli. Rio de Janeiro'da hansı büstə rast gələ bilərik? Heykələ. Kimin heykəldir? Abidəsi var orada. İsa Peyğəmbərin, bəli, tamamilə doğrudur. Bəs Ant dağlarında 20 dərəcə cənub enli dairəsi boyunca formalaşan relyef forması hansıdır? Altiplanolar. Tamamilə doğrudur. Bəs Gviyana yaylasında tamamilə doğrudur. Yaxşı, bir dənə mövzudan, haşiyədən kənara. Gviyana yaylasından başlayan çay. Magdalena yox. Orinoco çayı. Orinoco çayının mənsəbi delta estuarı. Bir hərf yazın, bəs eləyir də. Delta. Orinoco çayı üzərində olan şəlalə. Anher şəlaləsi, Çurunqolu üzərində. Hansı milli parkda qorunur?
Tingvellir nədir? Kanaima Milli Parkında. Orinoco çayı üzərində olan su anbarı. Guri. Aha. Orinoco çayının dekabr, yanvar, fevral aylarında bol sulu olmasının səbəbi Əhsən Nasbəri xanım. Əhsən. Bol sulu olmur axı. Çünki şimalın subekvatoriyalı dekabr, yanvar, fevral qış aylarında həmin çay mejen dövrü keçir orada. İyun-iyul, avqust aylarında bol sulu olur. Diqqətli olun yoldaşlar. Bunu bilirsiniz. Prosta mən burada onu qəsdcə sual verdim ki, diqqət yoxlamaq üçün. Aha, yaxşı. Pisi qurtardı belə. Bu qədər. Bilirəm, Gülnar müəllimə, bilirəm, təbii ki, bilirəm. Mən gəldim bura. Deməli, həmkarlar, relyefi qurtardıq. Evə götürəcəksiniz materiklərin relyefini. Materiklərin relyefini yekunlaşdırırıq inşallah. Allahın köməkliyi ilə. Bəs dağ əmələ gəlmə mərhələləri. Dağ əmələ gəlmə mərhələləri müəllimə qaldı növbəti dərsə. Növbəti dərsə inşallah dağ əmələ gəlmə mərhələlərini sual-cavab edərik. Ondan sonra materiklərin relyefini sual-cavab eləyərik. Materiklərin relyefində həmkarlar, materiklərin ucqar nöqtələrinə fikir verirsiniz. Hansı ölkədə yerləşir, onlara fikir verirsiniz. Regionlara fikir verirsiniz və həmin regionlarda. Məsələn, Şimal Avropa deyəndə bütünlüklə platforma demirsiniz. Çünki orada geosinkronal sahə var İslandiya. İslandiyada olan vulkanlar hansılardır? Qalxanvari vulkanlardırmı, strato vulkanlardırmı? Şimal Avropada olan dağ, ən hündür nöqtəsi. Nə bilim, Orta Avropada olan dağlar, düzənliklər, dağların hündürlüyü, nə bilim, yaşına görə qədim cavan olması falan. Bu cür şeyləyin ki, imtahanda da biraz dərindən gedəndə rastımıza çıxan sual qarşısında büdürəməyək. Aydın oldu. İnşallah növbəti dərsdə Allah qoysa 2-ci gün görüşərik. Bir də ki, bu həftə içində 3-cü dərsə hazır olunan 3 dəfə olacaq bu təkrar qrupunun dərsləri. Allahın köməkliyi ilə növbəti dərs görüşərik. Sağ olun.